Deyilənlərə görə Pablo Picasso ölü doğulmuşdu. Dayısı körpənin üzünə siqaret tüstüsü üfürəndən sonra o qışqırıb ağlamağa başlayıb. Pablo'nun ilk sözü qələm olub. Atası rəssam olan Pablo 9 yaşında Picador adlı tablo çəkib. Bax elə onda hamı onun necə istedadlı olduğunu görüb. Pablo Picasso 14 yaşında rəssamlıq akademiyasına daxil olub. Mən Rafael kimi rəsm çəkə bilirdim. Lakin uşaq kimi rəsm çəkmək üçün mənə bütün həyatım gərək oldu. Pablo Picasso belə deyirdi. 19 yaşında artıq 2 şəxsi sərgisini keçirib. Bəzən həkim xalatı geyinən Pablo Picasso xəstəxanaları gəzirmiş. Orada özünə lazımi model axtarırmış. Çox vaxt xəstə, zəif, yorğun qadınları seçirmiş. Belə qadınlar ona ilham verirmiş. Picasso incəsənətdə kubizm adlı cəryan yaratdı. Picasso incəsənət tarixinin ən zəngin rəssamı sayılır. Picassonun 22 mindən çox əsəri var. Onun əl işləri dünyada ən bahalı sayılır. Məsələn, Əlcəzairli qadınlar 179 milyona satılıb. Picasso bütün qanunları yox etdi. Təsdiq etdi ki, incəsənət reallığın surətinin çıxarılması deyil, qəlbin vəziyyətidir. Din haqqında ona sual verəndə mən ateistəm deyirdi.